En güzel əməllərdən biri bir qəmli ürəyi sevindirməkdir. İnsanların düğünlərini açmadan öz düğünləri açılmır, bu qaydalardır. Həyat belə qurulub, belə. Əhvazdan bir kişi gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına, Mədiniyə. Dedi ki, vergilər belimizi qırır, mənə 10.000 dirhəm vergi yazıblar. İmam Sadiq əleyhissalam dedi, İmam Cəfər Sadiq əleyhissalam dedi ki, mən neyiniyim, mənlik nə var? Dedi ki, oranın hakimi sizin dostlarınızdandır, yəni sizin dostlar bu mənadakı tərəfdarlarınızdan, Əhl-i Beyt tərəfdarlarındandır. Ona bir söz deyərdiniz, mənə çox vergi ilə yükləyiblər orada. Yazır, Bismillahirrahmanirrahim, Surra əxak, surrukəllah. Qardaşını sevindir, Allah səni sevindirsin və salamı bir cümləni yazır. Aparır məktubu, təqdim edir o hakimə, həmin o kəndli. Deyir, baxır, görür İmam Sadiqin xəttidir, öpür qoyur gözünün üstünə, deyir ki, gətirin dəftəri, bu ilin vergisini mən ödəyəcəm sənin əvəzinə. Şad oldun, dedi, bəli. Ondan əlavə, gələn ildə vergini özüm ödəyəcəm. Hər dəfə soruşur ki, Sərartuk, deyir, ey cüəltü fidak, səni sevindirdim. Orada deyib, sevindir ki, Allahdır. Allah səni sevindirsin. Bu da hər nə eləyir, deyir, sevindirdim, deyir, bəli, sənə qurban olun. Ondan sonra deyir ki, bu xalça var ya, bunun üstündə oturmuşsan. İmam Sadiqin məktubunu bu xalçanın üstündə mənə verdin, bunu da sənə verirəm. Sonra deyir ki, bir dənə də maşın verirəm sənə. Maşın müasir dildə dedi, o vaxtın mini at idi. Bir dənə də at verir, deyir, hər dəfə elədikcə deyir ki, səni sevindirə bildim, bəli. Sonra deyir, neçə müddət sonra bu təzdən Mədiniyə gəldi, sizin o tərəfdarınız mənə yaxşılıqlar elədi. İmam soruşur, nə yaxşılıqlar? Bir-bir sadalayır. Sadaladıqca deyir, imam başlayır sevinməyə. İmam bu da baxır, deyir, axı mənə yaxşılıq eləyib, siz niyə sevinirsiniz? İmam buyurur ki, ləqəd sərrəllah və sərrə rəsulə. Deyir, o səni sevindirməklə Allah və Peyğəmbərini şad elədi. Allah və Peyğəmbərini sevindi.